Salam qızlar, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Ümid edirəm izləyib bəyənərsiniz. Bugün çaya çıxacaqdıq. İstədim bu günümü sizinlə paylaşım. Sadə bir makyaj eləmək istədim və bu arada da sizə bəzi məhsulları göstərmək istədim. Məsələn, bu qaş sabitləyici çox bəyənirəm. Qaşlarımı gün boyu doğrudan sabit saxlayır, ağ iz buraxmır. Amma bir şey var ki, məsələn, mən bəyənsəm belə, bunu anam da bəyənir, amma bacım bəyənmir. Deyir ki, onun qaşlarını sabit saxlamır. Yəni bu insandan insana dəyişir. Bir də bu Faberlic'in BB kremidir. Mən çox bəyənirəm. Demək olar artıq bitib. Uyğun qiymətlidir. Örtücülüyü çox yüksək olmasa da, amma gündəlik üçün bəyənirəm. Yəni üz dərinizi, dəri rəngini, dəri tonunu bərabərləşdirir. Yaxşıdır. Bir də bu highlighter o qədər gözəldir, o qədər gözəl. İndi sizə pigmentini göstərəcəm. Buna baxın. Zoomlamadı. Baxın, sadəcə bir dəfə yüngül çəkdim. Görün necə gözəldir. Və çox uyğun qiymətədir. Mən bunu Rossmanndan almışdım. Burada artıq yola çıxmışıq. Təbii ki, yolda oğlum yenə də yatdı. Her yer insan doludu arkadaşlar. Elə bir tek biz evdəydik. Allah'ım ne kadar adam var. Kızlar, biz soyuq əllərə yox, bulvara getdik ki, orada insan daha az olar, amma əksinə çox dəhşət sıxlıq var idi və biz demək olar ki, heç bir yerə baxa bilmədən dərhal çıxdıq. Üstəlik uşaqla olduğumuz üçün heç gəzə bilmədik. Buranı amma çox bəyəndim. Xan buranı o qədər bəyəndi ki, düşürə bilmirdi. 2 dəfə mindi. Qızlar, bu arada səsimə görə üzürlü hesab eləyin. Üstünüzə sağlıq, xəstələnmişəm. Bu aralar o qədər dəhşət qrip virusu yayılıb ki, özünüzü, övladlarınızı qorumağa çalışın. Çox çətin keçir. Qızlar, oradan çıxıb park bulvara gəldik ki, yemək yeyək. Çünki çox ac idik. Əsasda xan. Burada bəzi indirimlər vardı. Bir-iki mağazaya girmişəm. Onları da sizə göstərəcəm. Kızlar, bu ayakkabılarımı Temu'dan 9 manat almışam sadəcə. Oradan Arzuma gəldik. Burada yaxşı endirimlər var idi. Sadəcə mən təzəlikcə alış-veriş elədiyim üçün heç bir şey ehtiyacım olmadı. Almadım. Amma endirimlər yaxşı idi. Bu saç yağları 2.90-a düşmüşdü. Alın, yaxşıdır. 2.90-a məncə qəşəngdir. Qızlar, bəzi hissələrdə mahnı səsi gəldiyi üçün o hissələrin səsini azaltdım. Qızlar, Kompliment markası da endirimdə idi. 50%-ə qədər endirimlər var idi. Bunlar Batiste-in quru şampunlarıdır. 40% endirim var idi. Bu ətirlər testləri yox idi, yoxlaya bilmədim. Oradan çıxdıqdan sonra EC-yə gəldik. Burada da bəzi məhsullar endirimdə idi. Amma yenə də mənə görə yüksək idi burada qiymətlər. Ya mən onlayn alış-verişə alışdığım üçün Temu Trendyol qiymətləri mənə daha normal gəlir. Məsələn, bu geyim 35 manata endirimə düşmüşdü. Mənə görə bu qiymət yüksəkdir. Hələ endirimdədir, 35 manata düşüb. Oğluma bağçada geyinmək üçün belə bir şey axtarırdım. Altı çox sərt olmayan. Sadəcə oğlum yuxarıda oyun zalındaydı. Düşündüm, çıxanda yoxlayaram, razmerini elə götürərəm, amma unutdum. Yəni kimsə istəyirsə EC-yə baxa bilər. Qiyməti 10 manat idi. Məsələn, bu üst geyim 19 manata endirimə düşmüşdü. Amma mən heç bəyənmədim keyfiyyətini. Bu köynək isə 25 manat idi. Bu uşaq üçün olan hissədə idi, 10 yaşı. Sonra Miniso'ya keçdik.
Bu oyuncaqları o qədər sevirəm. Hər girəndə demək olar ki, baxıram. Çox yumşaqdır. Çok şirindi. Bu fincanlar isə Park Bulvarın yuxarı hissəsində uşaqlar üçün oyun zalında yerləşən Galeri Kids'də çəkdim. Yəni, bu fincanların qiyməti Temuda daha münasibdir məncə. Yeni il üçün o qədər gözəl əşyalar var idi ki, istəsəniz digər filiallarda da baxa bilərsiniz. Qızlar, bu artıq səhəri gündür. Oğlumu bağçaya aparmışdım. Biz bağçaya bir həftədir başlamışıq. Qaydanda isə Araza girdim. Burada yeni il üçün o qədər gözəl hədiyyəliklər var idi. Arazda həmçinin yolka bəzəkləri də endirimdə idi. Və deyim ki, qiymətləri elə də yüksək değildi məncə. Yəni, Temu ilə təxmini bərabər idi. Burada həmçinin şirniyyatlar bişirmək üçün qəliblər də var idi. Yəni, hamısı çox bəyəndim. Qiymətləri də münasib idi. Araz marketdən gəldi, aldıqlarımı göstərdim. Oğlum bağçadadır, çıxanda bunu ona verəcəm. Hədiyyəm. Bunu 1.79 aldıq səhv etmirəmsə. Burada da alt hissəsində nə olduğu yazılıb. Sonra Qızlar, üzrlü sayın, burada səhvən hədiyyəli sözünü işlətmişəm. Kesinlikle məncə. Sonra belə göyərti, biber, patlıcan, alma. Sonra bu qap şampunu mən çox xoşlayıram. Və sabun. Bir də ət. Bu da nə qədər oldu? 15 manatlıq ət. Buna keçəyim. Bu salfetka. Konfetləndə göstərir. Bu konfet endirimdə idi. Dadına baxmaq üçün belə az götürdüm. Sonra bunda dadı çox keçir. Oraya oxşayır. Adı Olego. Bir də abini tərcih duruyaq. Çörək. Sonra burada salfetkadır. Sabunlar. Bu Sevgid 1.29'a düşmüş səhv etmirəmsə. Yine durur. Və bir də un. Sizce bu kadar bazarlığa ne kadar ödedik? Kızlar, Temu'dan kargolarım gəlir. Əslində açmaq istəmirdim. Çünki dırnaqlarım belə mayadan qopub. Düşündüm düzəltdirim, sonra açaram. Amma ki mayadan qopduğu üçün hələ düzəltdirməyə ürək eləmirəm ki, bu məni incidəcək deyə. Həm də yaxşı bir usta axtarıram. Əgər belə bir Həzəslanov tərəflərdə, Əhmədli Həzəslanov yaxşı usta bilirsinizsə yorumlarda yazarsınız. Amma düşünürəm bəlkə də bundan sonra heç dırnaqlarımı düzəltdirməyim, sadəcə özüm evdə qulluq eləyim, bəzi məhsullar alaraq. Çünki gel lak elətdirirdim mən. Bu dırnaqlarımı o qədər yıpradır, çox nazik olur və özü istəmsiz artıq qopmağa başlayır. Ona görə istəyirəm bəlkə də bir müddət ara verirəm. Yəni ona görə bu pis görüntü üçün üzr istəyirəm indidən, üzürlü hesab eləyin. Amma dayanıb gözləyə də bilmədim. İstəyirəm tez açım bu kargonu. İlk önce bu böyük paketten başlamak istedim. Çünkü burada tripodum var. Mən tripodum var idi. Onu da Temu'dan almıştım. Çok uygun qiymətə bəyənirdim. Sadəcə oğlum onu qurduğu üçün yenisini sifariş elədim. İndi bunu açaq, mən telefonu qoyum. Digərlərinə elə davam eləyək. Baxın bu şəkildə gəlib. İndi sadəcə bir əlli olduğum üçün də bunu sizə açım, elə göstərəcəm. Baxın qızlar, belə gəlib. Çox keyfiyyətli görünür. Bunu quraşdırım. Kızlar, mən tripodu quraşdırdım. Daha doğrusu yoldaşım quraşdırdı. Oğlumun səsi gələ bilər çünki sağ olsun, o da mənə kömək eləyir kargonu açmaqda. Deməli, sonra belə bir bunlar açılır. Belə yolka bezəklər vurmuşdum. Baxın belə
Bizdə yolka balacadır deyə belə vurmuşdum. Yaxşı. Amma baxın, bunun bəziləri belə gəlib, qırılıb. Yaxşı paketlənmir bu. Sonra belə bir gözdən açım göstərim. Buna nə deyirlər? Unutdum adını. Ha, bax belə. Yolkanın ətrafını bəzəmək üçün belə. Ağlımda var bir şeylər. İndi eləyə bilsəm əgər. Bunu da ölçüsü. Baxın. Çox böyükdür. Amma qəşəngdir. Pis deyil yəni. Bunu da götürək. Bu səhv etmirəmsə 10 olmalıydı ya. 20 ədəd sifariş olmuşam. Sonra baxaq görək. Yeni ilə bağlı. Bunu sprey üçün vurmuşdum. Spreyin ortasına vurmaq üçün, qoymaq üçün da bu ışığı yanır. Baxın. Buna daş lazımdır. Mən elə bilirdim bu tokladır. Bura bax 2 daş gedir. Bundan süfrə bəzəyidir orada. İndi süfrəmi quranda, bəzəyəndə sizin üçün də bunu göstərərəm ayrıca. Sonra bunları axırda göstərmək istəyirəm. Oğlum üçün vurduğum paltarlardır. Sonra nə var? Bunların hamısı axırda göstərəcəm. Bunlar da ışıqlardır. Yeni ildə evi bəzəmək üçün ışıqlar. Mən bunun bir ölçüsü, baxın, ölçüsünü bilmirəm, amma uzunluğu, səhv etmirəmsə 30 metr olmalıdır bunun uzunluğu. Sonra bu şəklini yerləşdirərəm, indi açmaq istəmirəm. İkili şaxta babaşlarıdır. Sonra, görək bu nədir? Açın. Açdım. Bunlar da süni şamdamlardır. Süni şamlar. Baxın. Bu da daşlar, səhv etmirəmsə, bəli. Çox gözəl görüntüsü var. Bu tam şüşədə deyil. Amma plasmas da deyil. Bir dəqiqə görüm. Bunun daşı yoxdur. Burada daş qoymalıyıq. Bir dəqiqə baxaq. Belə balaca üçlü gedir. Və bu 3 ədəd almışam belə. Sonra böyük paketdə görək. Bax, oyuncağın bir də çox pis paketləyiblər. Bunu yəni qəti bəyənmədim. Sonra bunlar da çox gözəl bəzəklərdir. Bunu da divar yaxud televizorin üstünə düşünmüşəm. Ay. Görün. Bu da belə daşlardır. Baxın, belə bəzəklərdir. Buradan belə görünür. İşıqları var. Belə. Bu da 2 daş istifadə olunur. Bunları ən sonda sizə evi bəzəyəndə sizə yenidən göstərərəm. Baxın, burada şaxta baba var, yolka. Burada şirin şaxta baba. Maral. Yəni belə fərqli formada işıqlardır. Sonra belə 4 ədəd oğluma dəstə almışam bağçada geyinməsi üçün. Bunların 4-ünə birlikdə sadəcə 30 manat pul vermişəm. Yəni 30 manat. Burada heç bir dəstə ilə almaq olmaz. Buna baxın. Çox qəşəngdir. Rəngi, materialı. Yəni bağçanın üstü isti olur deyə və etiketli gəlib gördüyünüz kimi. Oğlum 2 yaş yarımlıqda, mən ona 3-4 yaş vururam. Amma elə bir qolu balacadır. Baxarım. Baxın da şalvarı. Mən bəyəndim. Bu belə. Sonra bunun bir yaşıl rəngidir. Daha doğrusu xaki rəngi daha çox bənzəyir. Bunun materialı daha gözəldir. Baxın. Rəngi də çox qəşəngdir. Bu şalvarı. Daha doğrusu bu da şalvarı. Sonra bu 3-cü dəst. Bu da çox qəşəngdir.
hamısı gördüğünüz kimi etiketli gəlib. Bu biraz digərlərinə baxanda daha nazikdir. Amma bu da şirin dəst. Yəni məncə bağça üçün gündəliyə yaxşıdır. Belə. Bu dəsti inanarsınız ki, mən sadəcə 5 manata vurmuşam. Bəli, 5 manata. Rəngi qəşəngdir. Baxın. Amma çox da qalın deyil. Şalvar da bu şəkildə. Belə. Burada bir cip detal var. Yəni pis deyil. Yəni bu 4 dəstə 30 manat məncə yaxşıdır. 2 belə bağlamamız qaldı. Bunlar da açaq. Belə şinet, yeni üçün şinet hazırlamaq üçün, petenyeler hazırlamaq üçün kesməyi formalı. Sonra bunu mən süfrə almışam. Onun orta hissəsinə bəzək vermək üçün və sizə sonda göstərim. Runiyə resep etməm. Sadə bəlkə resep tələffüz elədim. Rəngi amma çox qəşəngdir. Sonra bu da işıq. Baxaq görək necədir. Bu nə qədər balaca gəlib. Mən bunu biraz amma yüksəkdir işıq. Yaxşıdır. Baxaq. Bir dəqiqə. Yaxşıdır. İşığı. Baxın dəyişir. Məsələn buradan qoysam. Belə bağımı açıb gəldim. Bu tiftiyə aparatıdır. Baxın. Bu da çox uyğun almışam. Tiftiyə aparatıdır bu, baxın. Belə. Bu da tokla işləyir. İndi bunu toka taxmaq lazımdır. Belə. Yoxlayıb deyərəmsə yaxşı oldu mu, pis oldu. Burada son, bu məsələn mənim ətir istifadə etdiyim çox ağırdır. Məsələn mən onu çantama ata bilmirəm. Belə aldım ki, bunu doldurub gündəlik çantaya atmağa. Üçədir. Sonra bu süfrəm üçün salfetkalar almışam və bu salfetka üzüyü gedir. Görün, çox gözəldir. Bax, açın göstərim birini istəyirsiniz sizə. Çox qəşəng rengi, çox gözəldir. Burada biraz daha sarı görünür, amma o qədər də sarı deyil. Amma çox gözəldir. Son paket. Bu da temiz siparişlərim çoxdur. Çünki götürməmişdim, daha doğrusu açmamışdım ki, hamısını birlikte sizinlə açaq. Burada nələr var? Bu mənim xəyal qırıqlığım oldu. Mən bunu boş qabaqlığı təsəvvür edirdim, amma bu çox pis gəlir. Belə çox, nə bileyim, heç gözəl görünmür məncə. Bu stəkan falan altına ancaq qoymaq olar. Mən bunu boş qabaqlığı düşünmüşdüm. Amma bunu daha yenilərini sifariş vurmuşam. İndi eləyirəm, onlar yeni üçün biraz tez gələr. Bunu bəyənmədim yəni. Sonra bu, bunu birindən mi vurmuşam? Bu bilmirəm. Bu deyəsən səhv gəlib. Mən belə bir şey vurmamışdım. Bu süni güllər. Ay, bunlar çox gözəl görünür. Açın bir gördünüz. Bakın, ay çok güzel görünür. Sanki təbiidir. Çok güzeldir. Bir de vazo almışam, görək o necə gəlir. Sonra bu vazodur. Açaq bunu görək necə gəlir.
qəşəng görünür. İndi güllər bunu. Baxın, necə gözəl görünür. Bunu təmizlənəcək. Baxın. Çox estetik görünür məncə, çox gözəl görünür. Dediyim kimi sonda süfrənin vəziyyətini sizə yeni göstərəcəm. Bir də vazo alarkən, əgər böyük ölçü almaq istəyirsinizsə, orada santimetrli ölçüsü yazılır. Yəni ona diqqət eləyin. Ən son qalan isə bu. Bu da süfrə örtüsü, sadə ağ beyaz örtüdür. Yəni belə. Bu sifarişimdə demək olar ki, hər şeyi çox bəyəndim. Sadəcə dediyim kimi bu xəyal qırıqlığı oldu. Mən bunu belə gözləmirdim. Linkini istəsəz qoyaram sizə. Yəni bunu qəti sifariş verməyin. Yorumlara hər zaman baxan idim mən. Niyə belə baxmamışam bilmirəm. Yəni bu çox pisdir. Belə. Ətrafı göstərə bilmirəm. Sadəcə tripodu göstərim ki, bu hələ daha az boya qoymuşam mən. Yəni belə çox qəşəngdir. Belə ətrafa fırlanır. Belə. Mən bəyəndim. Yəni çox qəşəng, yaxşıdır. Kızlar, sizə dünən demişdim ki, bu səhv gəlib, 2 ədəd gəlib, amma səhv deyilmiş. Bu onun salfetiymiş. Mən bilməmişəm. Düşünürdüm ki, səhv gəlib. Bu da üzüklər çox gözəl görünür. Burada indi işıq düşdüyünə görə biraz rəngi tünd görünür salfetin, amma belə deyil. Bu da dünənki vazo və güllərim. Çox gözəldir, baxın. Çox qəşəng görünür. Bu da seramikdir. Dünən axşam mən sizin üçün o videonu çəkmişdim, kargo açılımını. Oğlum o qədər başıma qarışdırdı ki, nə danışmışam, necə alınıb heç bilmirəm. Baxın, çox gözəl görünür. İndi bunu bir də işıqsız çəkim. Baxın belə, indi işıqsız çəkdim. Belə. Bunu indi sadəcə yoxlamaq üçün belə sən örtdüm ki, sadəcə yoxlayım ki, düz gəlib ya yox. Yəni bu qırışıqlara fikir verməyin. Məncə belə çox gözəl alındı. Hələ ki, sadəcə baxmaq üçün. Baxın. Yəni, baxım alınır, qəşəngdirmi deyə yoxluyordum. Məncə çox gözəl alındı. Bu da o dünənki şardan biridir. Birini sadəcə köpürtdüm ki, birini də dekabrın 31 eləyərəm ya 30-u gecə oğlum bir şey eləməsin deyə. Baxın, görün. Çox şirin görünür və böyükdür. Məncə çox qəşəng oldu. Qızlar, bunu da göstərmək istədim sizə. Belə süni, şam görünümlü süni şamlar almışdım, belə deyim. Baxın, görün necə yanın şam effekti verir, çox gözəl görünür. Bu üst ləkələrinə fikir verməyin, hələ silməmişəm. Silməmişəm deyə belə görünür. Çox qəşəngdir məncə, çox gözəl görünür. Baxın, belə üstü ləkəli görünür. Bu şişə deyil, deyim ki. Altaryanı işləyir, ola bilsin ki, onun səsi gəlsin, üzürlü saynidən. Bir də buna 3 nazik daş gedir və bunun pult olanı da var, yəni uzaqdan söndürüb yandıra bilərsiniz. Amma mən sonradan gördüm onu, bunlar endirmə düşmüşdü deyə bu 3 ədədini bunu vurdum və çox ucuz qiymətə vurmuşam, məncə əladır. Və işığı söndürüb yoxlamışdım, indi işıq yanır deyə biraz zəif görünə bilər, baxın belə. Məncə çox qəşəng yaraşdı və bundan 3 ədəddir. Kızlar, baxın, günortaya belə bir yemək hazırladım. Toyuqdur, biberli, badımcanlı, soğan, pomidor. Nanə vuranda mənim çox xoşuma gəlir. Bir də badımcanları özüm belə qalın əymişəm. Çünki nazik yeyəndə sanki quruyur. Kızlar, bu Temu'dan aldığım işıqdır. Qiyməti 7-8 manat aralığındaydı. Kızlar, axşam gəzintisinə çıxmışıq yoldaşımla. Biz yeri var, ora gedirik şirniyyat yoxlamağa. Biz çox get-getdik deyə artıq ora gedəndə şirniyyat bitmişdi. Şirniyyat yeyə bilmədik deyə dedim heç olmazsa bazar store girim. Yeni illə bağlı nələr var onlara baxım. Və çox gözəl şeylər var idi. Qızlar, əslində burada sizə səsli danışaraq məhsulları göstərmişdim. Qiymətlərini də deyirdim. Sadəcə burada mahnı səslənirdi. Ona görə mən üstündən ayrıca səs yazmalı oldum. Yəni gedib bazar sonra baxa bilərsiniz. Çox gözəl hədiyyəliklər var idi övladlarınız üçün və alt hissəsində nələr olduğu yazılır. Əgər belə qutular istəmirsinizsə, ayrıca qutular da satılırdı. Onları alıb içərisinə istədiyiniz məhsulları qoya bilərsiniz. Qızlar, gecə saat 12 işləyib və mən hələ də mətbəxdəyim. Buradan çıxmamışam, çıxa bilməmişəm. Belə hot dog hazırladım sabah üçün. İstəsəniz bir gün resepti paylaşaram sizinlə.
Qızlar, baxın, artıq hazırdır. İndicə çıxartdım. Qəşəng yumuşaq olur, belə atışdırmalı. Qızlar, vlogu bu ətirlə sonlandırmaq istədim. Deməli, bu ətiri mən yoldaşım üçün yeni ilə hədiyyə olaraq almışam və bu ətirin qoxusunu o qədər bəyəndim. Yəni, ilk dəfə idi qoxuluyordum və çox bəyəndim. Qalıcılığını da yoxladım, ondan sonra almaq qərarına gəldim. Qiymətinə görə qalıcılığı məncə mükəmməldir. Bundan daha yüksək ətirlər istifadə etmişəm, amma qalıcılığı heç də belə olmayıb. Yəni, mən bəyəndim. Və vlogun sonuna gəldik. Qızlar, əgər vlogumu bəyəndinizsə, mənim kanalıma abunə olaraq dəstək olsanız çox sevinərəm. Sağ olun, gələn vlogda görüşərik.